Səhər saatı. Sabahınız xeyir dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Səhər Saatı proqramını dinləyirsiniz. Bizi eləcə də izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla bilirik ki, düz 5 il bundan öncə elə bu vaxtlar 44 günlük vətən müharibəsi gedirdi və mənim dəyərli dostum, bugünkü qonağım Gilavar Fotoklubunun sədri Rəşad Mehdiyev də həmin günləri işıqlandıran jurnalistlərdən idi, fotoqraflardan idi və daha sonra post-müharibə dövründə də həmin əraziləri işıqlandıran jurnalistlərdən olub və hətta çox ağır bir faciə ilə üzləşiblər. Allah şəhidlərimizə rəhmət eləsin. Jurnalistlərimiz Sirac və Məhərləmin minaya düşərək həyatını itirməsi kadrlarını lentə alıb, həmin qrupda olub və bugün bizim şükürlər olsun ki, yanımızdadır. Allah Sirac, Məhərrəm və digər şəhidlərimizin ailələrinə səbir versin. Rəşad, hər vaxtınız xeyir, necəsiniz? Salam, xoş gördük, minnətdaram. Düzdür, çətindir həmin günləri xatırlamaq, amma bu bir tarixdir və tarix acı günləri ilə, şad günləri ilə, qəmli günləri ilə, kədərli və şərəfli günləri ilə tarixdir. Yəni bunu dəyişmək olmur və həmin tarixində sən şahidi olmuşsan və daha sonra artıq fotoqraflıq istiqamətindən keçdin çəkdiklərini göstərməyə. Yəni normalda çəkirdin, harasa ötürürdünsə, indi artıq bunu sərgilərdə başlayırsan təşkil eləməyə və Minada sənin yaralı yerindir, öz komanda yoldaşlarını orada itirdin. Ondan sonra da başladın Gilavar Fotoklubu ictimai birliyi olaraq Mina qurbanları ilə bağlı layihələr həyata keçirməyə. Bəli, düz qeyd elədiniz. Biz ötən il 5 il bundan qabaq artıq müharibə dövrü gedirdi və biz orada işıqlandırırdıq. Hətta çətin anlar yaşayırdıq və müharibə bitəndən sonra biz torpaqlarımızın bir hissəsini geri qaytarsaq da, amma yenə də düşünürük ki, artıq çox şey bitib, yenə sakitlik olacaq. Təbii ki, digər hissəsini də biz azad etməyə və geri qaytarmağa prioritet məsələ idi, amma bizdə olan hissədə artıq düşünürük ki, əmin-amanlıq olacaq, amma çox təəssüflü olsun, qeyd edildiyi kimi 2021-ci ilin iyunun 4-də biz gözü görünməyən düşmən xidməti vəzifəmizi yerinə yetirərkən bizim o avtomobillər tank əleyhinə düşür və 3 şəhid verdi, ikisi jurnalist olmaqla, bir də uzaq nümayəndəsi, bəli, və ondan sonra da artıq biz həmən fotoqraf olaraq, eyni zamanda klub olaraq Minanla bağlı tədbirlər həyata keçirməyə başlayırdıq və ilk bizim tədbirimiz belə bir təlim oldu. İşğaldan azad olan əraziləri işıqlandıran fotoqraflar üçün Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyi ilə ANAMA ilə birgə bir layihə elədi və həmin o fotoqraflara təlimlər keçirildi və onların həmin ərazidə olan zaman təhlükəsizliyini necə təmin edə bilərlər, buna bağlı bir layihə idi. Və daha sonra isə biz 2023-cü ildə qrant layihəsinə müraciət etdik və mina qurbanlarına bağlı. Və biz bu layihəni təqdim edəndə 2024-cü il zablan çıxdı və çox adam bizə deyir ki, foto və mina hara? Yəni bizə belə də baxırdılar, istehsadan görənlər də olurdu. Amma biz də bilmirdik ki, bu layihəni necə bir həyata keçirə bilərik. Amma çox şükürlər olsun ki, bizə ehtimal göstərildi və bizə bu layihədə qrant müsabiqəsində qalib gəldi və layihəni həyata keçirmək üçün bizə şərait yaradıldı. Və biz 2024-cü ildə ötən il Minadan zərər çəkən insanların fotolarını çəkməyə başladıq və eyni zamanda onların həyat hekayələrini öz dilindən qeydə alırdıq və hədəfimiz də o idi ki, onların fotoları arxiv kimi qalsın. Və həmin layihədə düşündük ki, biz Avropada da bir sərgisini eləyək, bir gün ərzində bir sərgi eləyək və çox şəkilləri biz çap elədik və Avropaya getdik. İlk olaraq biz Çexiyanın paytaxtı Praqa şəhərində oldu və biz orada olanda düşündük ki, artıq biz burada gəlmişiksə bir gün yox 2 gün eləyək və Çexiyanın paytaxtı Praqa şəhərində biz 2 gün ərzində açıq hava şəraitində əsas meydanlarında onların bu minada zərər çəkən insanların fotolarını sərgilədi. Minlərlə Avropalı, eyni zamanda o gələn turistlər, yerli əhali bu fotolarla tanış oldu. Azərbaycanın mina ilə bağlı olan o problemini biz onlara çatdırdıq və
yüksək səviyyədə olan bir sərgi oldu. Və daha sonra isə biz geri qayıtdıq ölkəyə və ondan sonra biz təbii ki orada mediada olan xəbərlər araşdırdıq və təsadüfən bir neçə link bizi erməni mətbuatına apardı və erməni mətbuatı bu bizim layihə haqqında, bizim sərgi haqqında çox yazmışdı və geniş yer vermişdi. Bəli, yəni onlar hətta bir araşdırma bir mərkəzi var idi. Onlar bununla bağlı məqalə yazmışdılar ki, bəyanat yazmışdılar. Yox, məqalə yazmışdılar, geniş bir məqalə yazmışdılar ki, Azərbaycan mina propagandası aparır, təbliğatını aparır. Amma təbii ki, bu təbliğat deyildi, bu sadəcə olanı faktlar göstərmişdi, bəli. Və biz onda bildik ki, artıq bizim gördüyümüz bu iş nə qədər uğurludur. Və daha sonra isə biz onun həmin layihənin yox, onun sonra Bakıda artıq biz bunu keçirmədik, bu sərgisini, Bakıda bunun sərgisini keçirdik və elə oldu ki, başqa bir qeyri-hökumət təşkilatı həmin dönəmdə BMT-nin Cenevdə ofisinə yola düşəcək, orada bir tədbir var idi, yəni orada yan tədbir idi, BMT-nin Cenevdə ofisində sırf minalarla bağlı bir layihə idi və bizdən 10 foto götürdülər və həmin 10 fotonu yenidən bir daha o tribunada göstərdilər və orada da ermənilər də var idi və onlara bir daha susduruldu ki, Azərbaycanda bu cür problemlər var və dünya ictimaiyyətini Azərbaycana diqqət göstərilməsini dəvət olunmuşdu, çağırılmışdı. Mənə maraqlıdır ki, siz Praqada o tədbirləri keçirdəndə oradakı insanların bu şəkillərə marağı, yanaşması, hansı formatda yanaşırdılar, nə deyirdilər, siz hansı istiqamətdə onlarla danışırdınız, ən çox hansı suallar verilirdi? Biz Çexiyə gələndə biz 2 nəfərlə gəlmişdik. Yəni belə bir layihənin həyata keçirməsi 2 nəfər çox az idi, amma biz buna baxmayaraq bunun öhdəsindən gəlməyə çalışırdıq. Və insanlar ilk növbədə elə bildilər ki, bu hər hansı bir belə deyək də sağlamlığını itirən bir insanlardır, hansısa bir müəyyən hansısa bir qəzada ola bilər və yaxud da anadan gəlmə ola bilər, amma sonra o talələrin olan dilindən oxuyurdular və görürlər ki, bu hamısı mina qurbanlarıdır. Və təbii ki, orada bir tablo da var idi. Amma insanlar yaxınlaşanda görürdülər ki, minanın yaratdığı fəsadlar necədir və çox dəhşətə gəlirdilər. Eyni zamanda suallar soruşurdular və hansı ölkənin olduğunu biləndə ki, yəni onlar həmişə Azərbaycanın yaxşı pozitiv düşüncələri var idi, amma sonra görürlər ki, Azərbaycanın belə bir problemi də var və onlara biz qəribə gəlirdi ki, siz də bunu artıq nə qədər belə bir insanlar var. Onların sayını görəndə isə dəhşətə gəlirlər, çünki xeyli sayda bizdə mina düşənləri var və ölənlərin sayını görəndə və uşaqların da olduğunu və qocaların da, yaşlıların da və qadınların da olduğunu görəndə bəzi onlara dəhşət gəlirdilər. Təbii ki. Bəs yerli media, Çexiya mediası necə yanaşdı bu məsələyə? Bizim belə deyək də, biz əsasən yerli media idi, amma bizə sağ olsun ki, yerli media təkcə Azərbaycan dilində digər dillərdə bunu tərcümə edirdi və ona görə biz erməni mətbuatına geri çıxmışdı və təbii ki, bəzən olur ki, Rus mətbuatında da var idi bir-iki saytlarda, eyni zamanda xarici dillər tərcümə olunurdu. Amma Çexiya mətbuatını tam araşdıra bilmədik, çünki həm zaman yox idi, həm eyni zamanda biz artıq COP29 çərçivəsi idi, orada biz iştirak edirdik klub olaraq. Ona görə də tam araşdırma zaman olmadı. Amma daha sonra biz qeyd olunduğu elə həmin o sərgi COP29 çərçivəsində sərgiləndi. Çünki minalar təkcə insanlara deyil, təbiətə də ciddi ziyan vurur. Bəli, ciddi ziyan vurur. Eyni zamanda atmosferə, yəni COP-un özü də məqsədi iqlim dəyişiklikləridir və hər bir mina partlayan zaman istər ola insan düşərkən və yaxud da onun zərərsizləşdirərkən atmosferə nə qədər tullantı atılır, yəni onların partlayış zamanı eyni zamanda torpağa da nə qədər ziyan deyir, canlı aləmdə, mikro canlılar da məhv olur. Bu isə artıq ekosistemin dəyişməsindən gətirib çıxarır. Və ötən il Avropada keçirilən foto sərginin davamı kimi bu ildə sərgilər keçirdik. 4 ölkə, 5 şəhər. Bəli. Necə çatdırdınız? Hansı ərəfədə? Mən gördüm Almanya üstünlüyü o tərəfdə idi. Və hətta sizə yazdım ki, nə vaxt qayıdırsınız, dediniz ki, hələ 10 gün buradayam, bir həftə buradayam və həftə sonu qayıdacam. Dedim, əla, gələn kimi də elə ilk ünvan bura olsun. Bəli, yəni biz artıq COP29 çərçivəsindən də gördük ki, maraq daha çoxdur və düşündük ki, bunu biz yenidən biz bunu Avropada sərgiləyək və hətta layihənin təzən ikinci dəfə yəni qanun müsabiqəsinə təqdim edildik və həmin o cavablar çıxan yaxın ərəfədə Bakıda
daha bir o beynəlxalq böyük tədbir keçirilirdi. O Qeyri Cənub platforması yaradılmasına bağlı, təsis olmasına bağlı bir tədbir idi və həmin o tədbirdə də dünyanın 100-dən artıq ölkəsindən qeyri nümayəndələr gəlmişlər və orada da bizim sərgimiz var idi. Orada da daha sərgiləndi və onların da reaksiyası o təəccübləndirdilər çox və eyni zamanda o cənub ölkələrində də mina problemləri var. Bir çox Afrika ölkələrində, eyni zamanda digər cənub ölkələrində də bu problemi yaşayırlar və belə deyək ki, onlarla bizim bir ortaq bir problemimiz var. Və ona görə biz artıq düşündük ki, bu yenə də biz bunu Avropada demək ki, təkcə Azərbaycan deyil, bütün dünyada olan mina problemini qabardırıq biz. Sadəcə olaraq Azərbaycanda mina düşən insanların fotoları ilə onların həyat hekayələrinə bildiririk ki, təkcə bizdə deyil, bütün dünyada belə mina düşən insan artıq belə bir çətinlə yanaşır, yaşayır və biz o fotoları çəkən zaman isə çalışdıq ki, bir yaradıcılıq da ora qataq, çünki təkcə bir şəkil çəkməyin deyil. Orada və biz orada göstərdik ki, təkcə insanlar özləri deyil, olan ailələr də belə çətinlik çəkirlər, ya övladları, ya cavan uşaqlarsa və yaxud da gənclərsə olan valideynləri və yaxud da həyat yoldaşları çox çətinlik çəkirlər ki, yəni ömür boyu artıq bunlar dəstək verməlidirlər. Bəzən olur ki, kimsə bir ayağını itirir və həmin o protezi geyinən zaman və yaxud da hər iki ayağını itiribsə və yaxud gözlərini itirənlər olur və artıq onların ailəsi, valideynləri bunlara hər zaman yanında olmalı, dəstək göstərməlidirlər. Və biz bunları göstərdik və ona görə də o insanlar bunları görəndə, hətta onların həyat hekayəsini oxumayanda belə görürlər ki, artıq necə bir faciəli bir fotolar özləri danışır. Təbii ki, bəli. Almaniya, niyə Almaniya seçildi? Bu yəni deyim kimi, o layihədə biz hədəf ölkələr kimi Almaniya, Fransanın və Belçikanı nəzərdə tutmuşduq və 3 ölkədə biz 4 şəhərdə edəcəkdik və artıq biz aprel ayından, hələ keçən il bu ilin aprel ayından və may ayına yaxın biz artıq danışmalara başladıq və Azərbaycanın xaricdə olan diaspora nümayəndələrinin əlaqəyə keçdik və bizə texniki dəstək göstərməsini, orada çünki həmin ölkələrdə yaşayan insanlar daha bilirlər ki, hansı məkanlarda sərgilərin keçirilməsi, hansı günlərdə keçirilməsi daha uyğundur və sağ olsunlar ki, həmin ölkələrdə olan diaspora rəhbərləri bizə böyük dəstək göstərdilər və hədəf ölkələrimiz, ona görə biz bu ölkələri seçmişdik ki, həmin ölkələrdə beynəlxalq təşkilatlar yerləşirlər və bizim məqsədimiz o təşkilatların qarşısında önündə deyil, sadəcə həmin o mərkəzdə mərkəz təşkilatların yerləşdiyi meydanlarında, şəhərlərin mərkəzində keçəcək və daha çox insan bunu görsün. Və biz də buna hədəf qoymuşduq. Və bizim hədəflərimiz ölkələr arasında Nürnberg idi və bilirsiniz ki, orada faşizm orada başlamışdı və orada da məhv edilmişdi və o bir simvol olaraq. Bəli, orada həmin məhkəmə gelmişdi və orada da olan bir simvolik bir yer idi, yəni biz onu seçmişdik və ondan sonra artıq biz Parisdə istəyirdik və daha sonra Strasburqda və Strasburqda çalışdıq ki, olsun və orada artıq Aşpanın iclaslara başlayacaqdı və bütün Avropalı deputatlar orada olacaqdı və həmin orada istəyirdik və eyni zamanda Brüsseldə və çox təəssüflər olsun ki, biz Strasburqda bunu alında bilmədik və ona görə biz istiqaməti dəyişdik və Almaniyanın Münhen şəhərini seçdik və daha sonra isə Niderlandan Haqa şəhəri və Almaniyada başlayıb, yəni o dediyim ki, Nürnberg simvolik bir yerdə başlayıb və ədalət məhkəməsinin yerləşdiyi Haqa şəhərində bunu bitirmək. Və belə də oldu və çox çətinlə olsa da biz 4 ölkədə 5 şəhərdə icazələri ala bildik. Hətta belə deyim ki, sizə Parisdə və Brüsseldə sərgiyə bir gün qalmış bizə icazə verdilər. Baxmayaq ki, biz aylar öncə biz bunu müraciət etmişdik ki, icazə alınsın. Brüsseldə isə sərginin keçirilməsinə 2 gün qalmış. Sadəcə biz həmin o yerlərə gedirik və gözləyirdik ki, bizə cavablar versin. Hətta cavablar mənfi cavab da gələ bilərdi, neqativ də ola bilərdi ki, və biz keçirə bilməzdik. Amma sağ olsunlar ki, son anda belə o icazə verildi. Və biz Avropanın 4 ölkəsində 5 şəhərində 9 gün ərzində yəni silsilə sərgilər keçirdik. Birinci biz Münhendən başladıq, sentyabrın 26-sı. Orada bəs necə qarşılandı? Misal üçün Haqada necə qarşılandı bu məsələlər mənə çox önəmlidir. Misal üçün və Nürnbergdə necə qarşılandı?
Yəni orada yaşayanlar ən az oradan kökləri oradan olanlardır. O elə insanlar, turistlər də o heç var, amma daha çox yerli sakinlərin marağı Bir mənə məqamı çox sizə önəmlidir. deyim ki, bizim o hədəf seçdiyimiz ölkələr hamısında erməni diasporunun ən Ən aktiv olan da ona görə soruşuram. Bəli, ən olduğu yerlər idi və bizim sərgimiz də hətta gəlib izləyirdilər. Sadəcə olaraq baxmayaraq ki, onlar orada yaşayırlar, belə deyək, yerli sakinlərdir, amma yenə də o qanunlara riayət eləməliydilər. Hər hansı bir müdaxilə etsəydilər və təbii ki, artıq qanun çərçivəsində onlar cəzalana bilərdilər. Almaniyada və İngiltərədə, amma ən bizim təhlükəli olduğu yerlərdən biri Paris idi. Çünki biz Parisin Azərbaycana olan münasibəti, Fransanın Azərbaycana olan münasibəti var. Həmin vaxt, amma indi düzəlir yavaş. Amma yenə də təhlükə ola bilərdi. Çünki Fransada yəni hər bir müdaxilə olsaydı belə bizə qarşı Fransa polisi kənarda dayanə bilərdi. Amma buna baxmayaraq, yəni bizim təhlükəsizliyini təmin etməsinə bağlı söz vermişlər. Buna baxmayaraq biz Parisdə bizim keçirdiyimiz o sərgi yerində biz öz hesabımıza 2 nəfər belə mühafizəçi, yəni belə security tutmuşduq ki, həm o sərgini qorusunlar, həm o komandamızın təhlükəsizliyini təmin etsinlər. Ən azından ki, hər hansı bir müdaxilə olsa, heç olmasa biz özümüzü müdafiə etsək, onlar da bizə dəstək göstərsinlər. Və yəni təsəvvür edin ki, biz hansı bir çətinliklərlə 3 nəfərlik bir qrupla biz bu layihəni həyata keçirməyə çalışırdıq və bu ölkədən digər ölkəyə bizdə necə olurdu? Bugün biz bu sərgini keçiririk, hər şey qoyuruq, gəlirik, atölye dincəlirik və səhər hər bir şey yığırıq və digər ölkəyə, digər şəhərə gedirik və uzun bir yolla gedirik. Neçə min kilometrlərin avtobusla oradan gedirik və istəsə yorğunçuluq və digər problemlər, nəqliyyat, logistika və amma buna baxmayaraq biz bu layihəni həyata keçirməliydik. Və o insanların marağı sadəcə mənə çox önəmlidir. O Nürnberg və Haqada. O insanlar baxırdılar və təəccüblənirlər. Yenə də o gözlərimiz ağrıyıb. Hamı yenə də öncə baxırlar ki, bu çox güman ki 50 olan bir insanlardılar, amma yaxınlaşdığında görürlər ki, bunlar artıq hansı bir hadisə nəticəsində baş verir və olan yenə də talələrini oxuyanda, hətta biz ora layihəmiz birinci layihədən sonra elektron foto kitab hazırlamışlar, olan QR kodunu yerləşdirir və həmin QR kodu daxil olub digərlərini görəndə, daha çox insan orada fotosunu görəndə, çünki biz 20 foto aparırdıq, amma kitabda isə daha çox insanın həyat hekayəsi var idi və onlar dəhşətə gəlirdilər və suallar verirdilər. Təbii ki, biz yenə də həm bizim komandanın, həm də eyni zamanda diaspor nümayəndələri bizə gəlirdilər orada, onlar da izah edirdilər. Ya ingilis dilində və yaxud həmin ölkənin öz dilində və insanlar öz təcrübələrini gizlətmirdilər və şərik oldular. Eyni zamanda biz o fotolarını çəkirdik, videolarını çəkmişdik. Yəni o fotolarda da onların o baxışları, onların o üzündəki o belə mimikaları, o hər şey göstərirdi ki, yəni insanlar necə buna yanaşırlar ki, yəni çox təsir edir. Bundan sonra harda etməyə düşünürsünüz bu sərgiləri? Əslində bu elə bir bizim problemdir ki, yəni bu ən azı bir neçə bu bizimlə bir yaşayacaq, istəsə də, istəməsə də. Ömürlük yaşayacaq. Bəli. Neçə illik. Yox, bu hələ ki mina o da problemi. Amma bu bir məqamda deyim ki, bizim orada 20 foto aparmışdıq. Onlardan biri sərginin adı olur, biri isə statistik məlumatlar olur. Və biz statistik məlumatları hazırladıq, apardıq və çox təəssüf olsun ki, bizim sərgimizə 2 gün qalmış daha bir nəfər minaya düşdü və o dünyası dəyişdi və biz həmin o sərgi zamanı tabloda o markerdən, yəni flamasterdən biz orada artıq bir rəqəm də əlavə elədik ki, biz o statistik məlumatları çap edib gətirmişik, amma hələ biz burada sərgi başlamayıb Azərbaycanda bir nəfər də mina düşür və həlak olur. Bu statistik məlumatlar artıq yəni ki göstərmək istəyir ki, hər an yenilənə bilər. Və bir məqamı deyim ki, bu yaxınlarda o 2 gün bundan qabaq mən Xankəndidə idim və bu layihə ilə bağlı çıxış eləməli panel müzakirə idi. Mənə növbə çatanda və sadəcə olaraq telefonda bir xəbərlərə baxırdım və çıxışıma 10 dəqiqə qalmış gördük ki, xəbərlər çıxdı ki, daha bir nəfər minaya düşüb və mən artıq o çıxışımda da bunu bildirdim ki, hər dəqiqə, hər an belə hadisə baş verə bilər. Yəni bu çox ağlı bir mövzudur, bir məqamdır. Və ona görə biz indi Avropanın hansı ölkələrində olmamışsa, o ölkələrdə bu sərgilər keçirək və çalışır ki, insanların daha çox gəldiyi bir şəhərlər, turistlərin daha çox gəldiyi olsun. Çünki təkcə yerli insanlar yox, turistlər də o gəldiyi yerlər olmalıdır.
Və ona görə Haqanı biz ona görə seçmişdik ki, Haqa daha çox insanlar olur. Baxmayaq ki, Amsterdam o paytaxtdır, amma insanlar daha çox. Haqa həm də bu siyasi şəhərdir. Bəli, o siyasi şəhər olduğuna görə eyni zamanda ədalət məhkəməsi orada yerləşdiyinə görə insanlar daha çox gəlirlər və biz ona görə də orada Haqanın mərkəzində bunu həyata keçirdik. Yer veriləndə bizə necə o şəhərin mərkəzindədir, amma hansı tərəfdə yer verilməyini özümüz seçirik, yoxsa ki onlar şərait yaradır? Yəni bizim üçün də bu da çox önəmlidir. Bəli, icazə məsələni artıq orada diaspora, bizim Azərbaycanlı diaspora nümayəndələri, rəhbərləri onlar icazədən alırlar və təbii ki onlar daha yaxşı bilirlər. Ta ki Azərbaycan kimsə gəlsə biz artıq bilək ki, hansı yerdə o sərgi keçsin daha yaxşı olar, daha uğurlu olar. Bu formatda sərgi hardadır? Amma tutaq ki bələdiyyədə məsələn bulvarda bizdə o Dənizkənarı parkdadırsa, amma bilirsən ki bu uzundur bizdə. Amma o dövlət qurumu harda istəsə, həmin o bulvar idarəsi həmin o yerə verə bilər. Orada da elə idi. O müəyyən bir ərazini ayırdılar sənə. Amma məsəl üçün elə yer olur ki, sənə bütün bir meydanda hara istəsən orada yerləşdirə bilərsən, amma o kənara çıxmamaq şərti ilə. Bəzən olur ki, sırf sənə o konkret bir yer verir ki, insanların gəliş-gedişinə mane olmayasan. Bəzən olur uşaqlar ola bilər ki, bu həssas mövzudur. Təbii ki, biz o qeyd eləmişik ki, bu həssasdır. Yəni uşaqlar baxmaya bilər və yaxud da yaşlılar olsa belə baxmasınlar. Ona konkret yer ayrılırlar. Amma bəzən olur ki, bəli, sənə meydanı verir, harda istəsən yerləşdir, amma o meydanın kənara çıxmayasan və yaxud da əlavə müraciətdə qeyd olunan fotolardan başqa, yəni digər bir fotolar olmasın və yaxud da hansı bir əşyalar olmasın, digər bir şeylər olmasın. Amma qanun çərçivəsində bunu keçə bilərsən. Bizim diasporalarda sizə dəstək oldu. Yəni çox dəstək oldular. Görürəm ki, bu istiqamətdə mühümüşlər görürlər və onların da adını qeyd eləməsi olmur. Təbii ki, çünki biz misal üçün bir dəfə sərgi keçiririk, amma adamlar ömür boyu oradadılar və Azərbaycan həqiqətlərini istəyir müharibədən əvvəl, istəyir müharibə zamanı, istəyirsə də müharibədən sonra davam elətdirirlər. Sonda onlara hər birinizə təşəkkür edəcəm, siz qabaladınız. Bu layihənin həyata keçirilməsi ilk növbədə tam baş tutmasında qeydlər dövlət təsərrüat agentliyinə minnətdarlığımızı bildiririk ki, yəni təkcə o deyil ki, məsələn olan donorluq ilə biz bu layihəni keçirmişik. Eyni zamanda bizim qısa bir müddət ərzində vizaların alınmasında bizə böyük dəstək göstərdilər. Çünki bizim hər bir şeyimiz vizadan başlayırdı və təsəvvür edin ki, biletlər alınıb, otel artıq bulan olunub, amma hələ ki viza məsələsi qalıb. Çox qısa bir müddətdə bizə dəstək məktubu ilə biz o vizanı aldıq və daha sonra isə bizə hər zamanki kimi ANAMA dəstək göstərdi bir məlumatların təqdim olunmasında. Eyni zamanda diaspora üzrə Dövlət Komitəsi bizə xarici olan diaspora nümayəndələrinin əlaqə vasitələrini verdi, bizə bu istiqamət dəstək göstərdi. Təbii ki, və ən əsası da olar üzr istəyirəm. Orada xəstələnmişdim. Yəni hələ də o xəstəlik keçməyib. Çünki biz bir ölkədən digər ölkəyə keçirdik yenə. Və ona görə o mühiti dəyişirdi, təbiəti dəyişirdi yenə, o xəstələnmişdi və o xəstə olardı biz vallahi həyata keçirirdik. Və ondan sonra da bizim o Münhendə yerləşən o Səttar bəy idi, ona təşəkkür edirik. Ondan sonra Nürnbergdə yerləşən Yaşar müəllimə dəstək göstəririk. Üzr istəmirəm. Çox danışım, artıq boğazım ağrıyır. Ondan sonra Parisdə Aytan xanım idi. O bizə dəstək göstərdi. Eyni zamanda Brüsseldə biz Orxan müəllimdən xahiş edərdik, bir ilıq su zəhmət olmasa mümkünsə gətirərdi. Biz davam edək. Brüsseldə İlahi xanım idi və sonunda bizə Maysa xanım dəstək göstərdi. Yəni təbii ki, yəni bu dəstəklər, yəni bu olmalıdır mütləq, çünki bu Azərbaycan həqiqətlərini dünyaya tanıdılmasında, yəni bu istiqamətdə işlər görülməsində, yəni çox vacibdir. Yəni dəstəksiz heç nə olmur. Amma bu təşəbbüs də təbii ki lazımdır və təşəbbüs də sizdəndir. Bu istiqamətdə isə məsələlər təbii ki davam etdirəcəksiniz. Biz bunu bilirik və bu istiqamətdə media dəstəyi də çox önəmlidir və bu media dəstəyində istər bizim telekanal, istər Azərbaycan digər mətbuat orqanları hər zaman verir. Elə biz də CBC radio olaraq, təbii ki CBC televiziyası olaraq hər zaman bilirsiniz ki, Kilavar Foto Klubunun istər yanında, istərsə də bu layihələrin hər zaman işıqlandırılmasında mütləq şəkildə sizin yanınızdayıq. Bəli, o təşəkkürümü mən bildirim. Yəni Belçikada İlahi xanım və Haqada
Maysa xanım bizə çox böyük dəstək göstərdilər. Və düz qeyd elədiniz, bizə telekanalın adını çəkməliyik biz. Münhendə Azərbaycan Dövlət Televiziyası ASTV bizə dəstək göstərdi və Nürnbergdə hər zamanki kimi bizə dəstək olan bir televiziya kanalı CBC Parisdən, Paris bürosu Nürnbergə gəldi və bizə işıqlandırdı. Parisdə yenə də yəni CBC və E-News telekanalı, eyni zamanda isə Haqada yenə də E-News televiziya kanalı bizə işıqlandırdı bunları. Eyni zamanda yerli mətbuatımız da bunu çox geniş işıqlandırdı və müxtəlif dillərdə üzr istəyirəm işıqlandırdı. Və biz də çalışırdıq ki və 1-2 Kilobar Fotoklubu olaraq siz mühüm işlər görürsünüz. Biz də sizə təşəkkür eləyirik, minnətdarlıq. Minnətdarlıq sizə və əməyiniz 1-2 yerdə qalmayacaq və bu cür tədbirlərində Avropanın bütün şəhərlərində, bütün yerlərində keçirilməsini təbii ki, inanırıq ki, bu tez bir zamanda baş verəcək. Eyni zamanda sonda da bizim ən əsası bizim komandaya təşəkkür düşür ki, bu cür layihədə bizə dəstək göstərdilər. Yəni olduğumuz müddətdə çox qısa bir müddətdə bu qədər tədbir keçirilmə və 4 ölkədə 5 şəhərdə bunu eləmək çox istər çətin insan fizioloji buna hazır olmalıdır, istər psixoloji olmalıdır. Çünki biz bilirik ki, hansı hədəf ölkələrdə hansı biz çətinliklə yaşaya bilərik. Və çox da olsun ki, biz orada olan zaman bəzi bizim çətinliklərimiz də olurdu. Çətinliksiz onsuz da heç nə. Bəzən biz ora gedəndə 4 nəfər getmişdik və bizim o əsas həm tərcüməçimiz, həm digər o xaricdə olan bütün işləri görəcək bir insan onun valideyn dünyasını dəyişdi və bir geri qayıtmalı oldu və biz 3 nəfər qaldıq və bizim Haqaya gedəndə artıq 2 nəfər idi. Çünki Parisdə olanda mən xəstələnmişdim və xəstə olaraq səhərdən axşama qədər açıq havada olan meydanda biz sərgin keçirdik və Haqada isə digər bir üzümüz xəstələndi və yataqdan qalxa bilmədi və biz o 2 nəfərlə Haqada artıq bunu davam etdirdik və sonda isə biz Bakıdan apardığımız zeytun ağacı var idi və həmin o zeytun ağacının hansı ki Xocalda əkilməli idi, onların bir ədədini biz götürmüşdük və Haqada Azərbaycanlılar tərəfindən hazırlanan bir orada Xocalı abidəsi var və həmin o abidənin yanında torpağa əkdik və bizim bu yöndə missiyamızı bitirdik ki, həmin bu layihə çərçivəsində ki, biz artıq ən azından Mina qurbanına aid olan bir ağacı, simvolik ağacı, zeytun ağacını orada əkdik. Zeytun ağacı isə sülh rəmzidir. Yəni, biz bu dəfə göstərdik ki, baxmayaq ki, bəli, Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Əlbəttə. Çox təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Var olun, minnətdaram. Bizimsə verilişimiz bu olanda yekunlaşır. Sizsə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.